Bugün sizə qəbul sualı izah etmək istəyirəm. Hansı ki, bu sual 2024-cü ilin 3-cü qrup üzrə keçirilmiş qəbul imtahanına düşmüş sualdır. Sualımız bu şəkildədir. Hansı nümunədə metafor işlənib? Əvvəlcə onu qeyd edim ki, metafor nədir? Bir əşyanın əlamətinin başqa bir əşyanın üzərinə köçürülməsinə metafor deyilir. Gəlin variantlara baxaq. Həmişə ayrıyıq, gecə-gündüzük. Birimiz təpəyik, birimiz düzük. Burada metafor işlənməyib. B variantında könlümdə bir dərya, nəcib arzular, yenə dərdli araz qırağındayam. Burada da metafor işlənməmişdir. C variantı bir payız yağışı yağdıqca yağır, payızı pişvaza çıxıb yol yoxuş. Bu variantda isə metafor işlənmişdir. Hansı ki, burada payızı pişvaza çıxıb yol yoxuş, bu misrada metafor işlənib. Yolun, yoxuşun, payızı pişvaza çıxması burada metafor kimi götürülür. Çünki pişvaza çıxmaq, yəni qarşılamaq insana məxsus bir əlamət olub. Burada isə yolun, yoxuşun üzərinə köçürüldüyünə görə bu variantımızda metafor işlənmişdir. Ona görə də sualımızın cavabı C variantıdır.